Heç düşünmüsən? İnsanları xilas edən şey mikroskop altındakı bir təsadüf ola bilər? 1928-ci ildə Alexander Fleming sadəcə diqqətli olmuşdu. Bir qabda yaranan kifin bakteriyaları məhv etdiyini görmüşdü. Nə möcüzə baş vermişdi, nə də ilahi bir müdaxilə. Sadəcə müşahidə, analiz və nəticə. Ya o kif əslində penisilin adlanan antibiotik maddə istehsal edirdi. Bu maddə bakteriyaların hüceyrə divarı qurmasını bloklayırdı. Divar zəifləyir, təzyiq artır və bakteriya parçalanaraq ölür. Xüsusilə streptok kimi bakteriyalara qarşı təsirlidir, amma viruslara qarşı işləmir. Çünki onların belə bir strukturu olmur. Sonra bu maddə təmizləndi, kütləvi istehsal edildi və tibbdə istifadə olunmağa başladı. Bir vaxtların ölüm hökmü sayılan infeksiyalar artıq müalicə oluna bilirdi. Bu artıq təsadüf deyil, sübut oluna bilən, təkrarlana bilən və işləyən bir sistemdir. Biz buradan bu nəticəyə gəlirik ki, elm inanmaq tələb etmir. Elm bilmək tələb edir. Hər kəsə salamlar. Növbəti podkastımızda yenə internetin fəlsəfə qəhrəmanı Çevik bəyin fərziyyələrini masa üstünə qoyuruq. Deyəsən bu dəfə tarixdən, tibbdən yapışıb. Çevik yenə öz ampluasındadır. Adamın məntiqi o qədər çevikdir ki, hərdən özü də o sürətə çata bilmir, fəlsəfi olaraq yolda qalır. Bu dəfə də Alexander Flemingin penisillini kəşf etməsi hekayəsini oxuyub, oradakı təsadüf sözünü görən kimi dərhal fəlsəfi bir atlayış edib ki, baxın, hər şey təsadüfən tapıldı, deməli təbiətdəki proseslər də, həyat da kör təsadüflərin məhsuludur. Yəni qabı açıq unudub, içinə kif düşüb deyə bütün kainatın təsadüfən yarandığını iddia edir? Tam olaraq. Bax buna elmdə və fəlsəfədə hadisənin yalnız səthini görən tələsik materializm deyirlər. Orada təsadüf olan yeganə şey, bəli, pəncərədən uçan o kif göbələyinin, yəni penisilyumun Petri qabına düşməsi idi. Lakin o göbələyin bakteriyaları məhv etdiyini görmək, onu analiz etmək və bəşəriyyəti xilas edəcək bir dərmana çevirmək kör təsadüf deyildi. Bu, Flemingin illərlə formalaşmış yüksək zəkasının, laboratoriya təcrübəsinin və şuurunun nəticəsidir. Məşhur mikrobioloq Louis Pasteur'in çox gözəl bir sözü var. Təsadüflər yalnız hazırlıqlı beyinlərə xidmət edir. Möhtəşəm sözdür. Yəni o kif göbələyi Çevikin qabına düşsəydi, yəqin ki, iyrənib zibilə atacaqdı. 100%. Çevik onu yuyub təmizləyəcəkdi. Bax, paradoks buradadır. Əgər təbiətdəki adi bir mikrobioloji prosesi kəşf etmək, onu anlamaq üçün belə insanın şuuruna ehtiyac varsa, o prosesin arxasında heç bir şuurun, yəni yaradıcının dayanmadığını iddia etmək nə dərəcədə məntiqlidir? Tamamilə haqlısan. Bəs onun o mürəkkəblik məsələsinə nə deyirsən? Sanki o qabdakı toqquşma mürəkkəbliyi yoxdan var etmiş kimi danışır. Bax, videonun ən zəif, ən cahilcəsinə qurulmuş nöqtəsi də elə budur. Kateqoriya xətası edir. Flemingin qabında qarşılaşan şeylər cansız, sadəcə yoldan keçən bəsit maddələr deyildi. O kif göbələyi də, stafilokok bakteriyası da, onsuz da DNT-yə, RNT-yə, mükəmməl metabolizmə və biokimyəvi silahlara malik həddindən artıq mürəkkəb bioloji maşınlar idi. Yəni nizam artıq orada var idi. Əlbəttə, ateistlərin buradakı xətası bilirsən nədir? Təsəvvür et ki, 2 dənə çox mürəkkəb, son model avtomobil kesişmədə təsadüfən toqquşur. Çevik gəlib bu toqquşmaya baxır və deyir ki, gördünüz, bu hadisə təsadüfən oldu, deməli bu avtomobilləri zavodda mühəndislər dizayn etməyib. Çox gülüncdür. Avtomobillərin toqquşması təsadüf ola bilər, amma onların mexanizmi təsadüf deyil axı. Ay sağ ol, penisillinin bakteriyanı öldürmə mexanizmi özlüyündə möhtəşəm bir dizayndır. Təsadüf nizam yaratmadı qardaşım. Təsadüf sadəcə onsuz da var olan bir nizamı bizim gözümüzün önünə sərdi. Aydındır. Bəs videonun sonundakı o şüar necə? Elm inanmamaq, bilmək tələb edir. Kənardan qulaq asanda çox cəlb edici fəlsəfi səslənir. Kənardan qulaq asanda elədir, amma fəlsəfi olaraq altı bomboşdur. Bu, epistemoloji xətadır. Çevik bəy bilmir ki, elm özü fəaliyyət göstərə bilmək üçün bəzi təməl inanclara, yəni aksiyomlara muhtacdır. Təbii elmlər inanır ki, kainat rasional bir yerdir. İnanır ki, fizika və kimya qanunları sabah oyananda dəyişməyəcək və ən əsası, inanır ki, insan zehni gerçəkliyi obyektiv qavraya bilər. Bunlar hamısı inancdır. Yəni, elm əslində inancın üzərində qurulub. Bəli, yaradıcıya inanan bir elm adamı təbiəti analiz edərkən orada fokuslar, möcüzələr axtarmır. O, yaradıcının kainata qoyduğu rasional nizamın və kodların necə işlədiyini kəşf edir. Tarix boyu müasir elmin əsasını qoyanlar İsaac Newton, Johann Kepler, Galiley, bunlar hamısı teist idilər. Onlar elmi işlərini inanca zidd deyil, kainatın memarının zəkasını oxumaq üsulu kimi görürdülər. Yekunlaşdırsaq, Çevikin o böyük həvəslə verdiyi penisillin nümunəsi əslində ateizmin deyil,
tam tərsinə teizmin dəlilidir. Tamamilə. Çünki kör təsadüflər xəstəlik sağaltmır. Xəstəliyi sağaldan şey o təsadüfün içindəki gizli biokimyəvi nizamı oxuya bilən insan zəkası və o nizamı, o bioloji maşınları var edən mütləq şuurdur. Çevik bəy isə pərdənin arxasını görmək əvəzinə ancaq pərdənin üstündəki ləkələrə baxıb fəlsəfə edir. Yenə də darmadağın edici və çox öyrədici bir analiz oldu. Dinləyicilərimizə təşəkkür edirik. Ağılla, elmlə və dərin fəlsəfə ilə qalın. Görüşənədək.